Salam əziz dostlar, necəsiz? Yeni YouTube kanalında sizi xoş görmüşəm. İnşallah maraqlı videolarla qarşınıza çıxacaq və bugün ilk videomuzdur. Düşündüm ki, nə barəsində çəkim. Elə dünən də şəhərdən gəlmişəm, imtahanlarımı verib. Dedim, kəndə gəlmişəm rayondakılara kömək eləməyə. İndi gəlmişəm bağa. Bağımızı çəkib göstərək. Bağ demək olar ki, 70% hər biri hazır olub işlərin. Məsələn, alağı olunub, yarpaqları yolunub və indi isə üzüm bağlamağın vaxtıdır. Niyə görə üzüm bağlanır? Bura kənd yerində ümumiyyətlə külək olanda bu üzümlər belə sirkələnir və bir-birinə dəyərək partlayır, zədə görür. Ona görə də bunun qarşısının alınmaq məqsədi ilə gördüyünüz kimi üzümlərimiz bağlanır və küləkli havalardan müdafiə olunur. Belə əziz dostlar, hələ ki qısa kontentli video çəkdim və inşallah daha çox, hələ dünən gəlmişəm şəhərdən. Bir həftə 10 gün buradayam da, yəni hər rayona gələndə də videolar çəkəcəyik. Maraqlı yerlərdə, maraqlı məkanlarda, maraqlı hadisələr, xatirələr dolu, zarafatlar dolu videolar sizi gözləyir dostlar. Sağ olun, salamat qalın. Bugünlük bu qədər. Abunə olub kanalımız, bəyənib yorum yazmağı unutmayın. Hər biriniz sizə uğurlar. Sağ olun.